Cənubi Qafqazda Ermənistanın dövlətçiliyi ən zəif olan bir dövlətdir. Təbii ki, regional güclər, geosiyasi güc mərkəzləri Ermənistan üzərindən Cənubi Qafqazda hakim olmaq, Cənubi Qafqazda öz siyasətlərini davam etdirmək praktikasına sahibdirlər. Bunu zaman-zaman biz Ermənistan üzərindən həm Rusiyanın, həm Cənub qonşumuzun, həm Qərb dövlətlərinin, yəni Cənubi Qafqaza giriş qapısı Ermənistan üzərindən həyata keçirmək istədiklərini biz müşahidə etmişik. Bugün təbii ki, Ermənistanda gələcəkdə seçkilər nəzərdə tutulur və bu seçkilər ərəfəsində Rusiyanın Ermənistana ardı-ardına səfərləri, Rusiya xüsusi nümayəndələrinin səfərləri bunu göstərir ki, Rusiyanın Ermənistanı boşa vermək istəmir və əlindən çıxarmaq istəmir. Ermənistan gələcəkdə nəzərdə tutulan deməli parlament seçkilərində Ermənistanda öz adamlarını hakimiyyətə gətirmək və Paşinyanın da bugünkü nüfuzundan istifadə edərək ya Paşinyan, ya ona qarşı olan qüvvələrin hər hansı bir formada danışıq taparaq deməli Ermənistanda hakimiyyətə gətirmək və Paşinyan olacaqsa Paşinyanla münasibətləri Rusiyanın maraqları çərçivəsində əldə etmək, yox Paşinyan olmayacaqsa ona qarşı olan qüvvələri müəyyən mənada deməli hakimiyyətə gətirib öz maraqlarını yenidən deməli Cənubi Qafqazda həyata keçirmək planıdır. Biz görürük ki, indi Cənub qonşumuz da Ermənistana səfər planlaşdırılır və bu səfərlərin məqsədi bir hissəsi açıqlansa, digər hissələri təbii ki, ictimaiyyət üçün örtülüdür. Təbii ki, burada geosiyasi konfigurasiyanın formalaşması istiqamətində biz bu Ermənistana səfərləri izah etməliyik, geosiyasi konfigurasiyanın formalaşması istiqamətində. Digər tərəfdən qarşıda gələn parlament seçkiləri kontekstində məsələyə baxmalıyıq. Yəni bu iki istiqamət bizə o səfərlərin hansı məqsədlə həyata keçiriləcəyinə müəyyən mənada ipucları verir, istiqamət verir. Aha. Təbii ki, Rusiya əlindən Ermənistanı çıxarmaq istəmir, qərb yönümlü siyasətinin Paşinyanın Rusiyanı kifayət qədər narahat edib və Rusiya ardı-ardına Lavrovun səfəri, ardınca Matviyenkonun səfəri və digər Gümrüdə hərbi bazada deputatın oradakı görüşü və Rusiyanın Gümrü bazasında bu da maraqlıdır. Düşünürəm ki, yəni hərbi hissədə Rusiya deputatının və siyasi bir deyək ki, görəv alan bir insanın Gümrüdə hərbçilərlə görüşü və güya orada təlimi izləməsi, bu da müəyyən mənada hardasa belə görünməyən və gələcəkdə planlaşdırılan Rusiyanın planlarından xəbər verir. Və Rusiya düşünürəm ki, yəni bu səfərlərin arxasında və Gümrüdəki hərbi bazaya səfər edən deputatın məqsədlərinin arxasında düşünürəm ki, yəni gələcəkdə A-B planı və bunlar baş tutmayacağı təqdirdə hansısa C planının işə salınması və hərbi hardasa hərbiçilərdən istifadə eləyərək orada xunta rejiminin hakimiyyəti gəlməsinə dəstək vermək, bu düşünürəm ki, yəni bu ehtimalları da artırır bu səfərlər.